Patrulaz redaksiyasına müraciət edən Bay Ruslan Pizza restoranlar şəbəkəsinin rəhbəri Mehdi Ruslan Nizamioğlu bildirib ki, keçmiş şərikləri Orucov Hüseyin Əzizoğlu və Mustafayev Eldəniz Yusifoğlu ona ölümlə hədə-qorxu gələrək biznesini əlindən alıblar və şəxsi əşyalarına əl qoyublar. O qeyd edir ki, kirayə götürdüyü obyektlərin hər ikisi ona hədə-qorxu gəlməklə icazəsi olmadan ələ keçirilib və fəaliyyəti davam etdirilir. Məsələ ilə bağlı Mehdi Ruslan Nizamioğlu və Patrulaz əməkdaşları şərikliyə son qoyulan Xətai rayonunda yerləşən keçmiş Bay Ruslan Pizza restoranına yollandılar. Hadisənin təfərrüatlarını sizə süjetimizdə təqdim edirik. Avadanlıqlar yükümlər gəlmişdi. Nəyi? Avadanlıqlarım, şəxs əşyalarım, möhürümdür, notebooklarımdır, sənədlərimdir, şəxs sənədlərimdir. Üzr istəyirəm. Onlar yaxınlaşacaq bir çay içə söhbət edirlər. Olar? Sənədlərimi götürməyə gəlmişik. Bildiğim məqsədim ki, əyləşin gündür cəhd edilən müşahid vermişsiniz. Yox, hara cəhd edirsən bilmirəm. Ya əyləşin. Amma indirsən. O şey də olar. Can da, ya. Oteller pişik gelir. Tamam, Patrulaz şəbəkəsi. Sembolü bizim çox sevimli, ədalətli bir xəbər portalıdır. Əyləşin dedi. Neyman Mehtizayda obyektin icarədarıdır. Əyləşin. Zəhmət olmasa var, amma o adamlar verir, məsələn, uzatıb yapacaq. Nə adamlıqları? Şəxsin notebooklarımdır, möhürümdür, sənədlərimdir. Əyləşin. Buyurun, Ruslan Bey, sizin. Onlar üzr istəyirəm. Soruşmaq istəməm, iddiam onlara ibarət ki, mənim burada Onlar mən başdan hamısını danışım. Hamısını başdan danışım. Və hər şeydə öz üzərinə çıxın. Biz Ruslanla təxminən keçən ilin yanvar ayında o başqa ortaqları var idi. Onlar arasında ziddiyyətlər yarandı, obyektdən çıxartdılar, çıxdı, öz adını götürdü, çıxdı. Mən ən azı belə dedim. Dedi ki, Hüseyin, biz obyekt biz evində təşrif olmuşdu, birimizi tanıyırdıq. Targovda olanda gedirdim bunun yanında. Pizza yeyirdim, pizzasını da bəyənirdim. Sonra işbirliğimiz oldu, mən burada pendir satış elədim. Orada birimizi tanıyırdı. Ruslan dedi ki, bəs mən keçmiş ortaqlarımla yola getmədim, mən işləmə müdaxilə elədilər. Güya onda sonradan mən öyrəndim ki, başqa formadadır. Dedim Ruslan, nə olub özün bilərsən ortaqlarından. Biz səmimi formada nəsə bir iş görə bilərik. Görüşdük, bu arada danışıq apardıq. Dedim Ruslan, nə qədər pul lazımdır? Dedi ki, təxminən 100-120 min civarında. Dedim, mənim o qədər imkanım yoxdur, mən 50 min manat pul qoya bilərəm. Dedi, bəs digər, mən öz yoldaşlarıma təklif elədim, dostlarıma, heç kim razılaşmadı. Ruslan dedi ki, mən Instagramdan bir nəfər müraciət edeyim. İstəyirsən çağır? Dedim, çağır. Gəldi, adına başa çəkilməyə uyğun olmaz demirəm. Həm adımdan görüşdük, razılaşdıq, gəldik 28-də obyekti əlçəyə gətirdi. Həmən obyektdə də Ruslan bir dənə soba qoydu. Hansı ki, biz heç ortaq olmamışdan qabaqda paylaşımda eləmişik, sobam hazırdır. Bir-iki dənə də əmətləq ləvazimatı qoydu. Bunu da təxmini 10-12 min manat civarında qiymətləndirdi. Biz də həmən o birisi şəxs 60 min manat, o 59.500. 59.500 manatdan mən yatırım elədik. Ruslanın adına böyünü razılaşdıq ki, fərqi nədir, sən və ya biz heç bir problem yox. Adına da Bay Ruslan Pizza patentinə də ilk razılaşmamızda, söhbətimizdə dedi ki, Ruslan, sənin adında qalsın, amma gələcəkdə biz bunu başqa formada, MMC formasında yəni rəsmləşdirdik. Razılaşdıq, işə başladıq. Şükür Allah işimiz də qaydasına getdi. İlk 6 ay hər şey qaydası. Təsadüfən Ruslanla buradan keçəndə bu obyekti gördük. Gəldik bu obyekti. Çox üzr istəyirəm. O sizin birinci ki asdığınız obyekt, Bay Ruslan Pizza. 28 may. İşiniz hansı formadır? Qaydasında gedirdi. Normal qaydasında gedirdi. Bəli, qazanc da var idi. Ayarında nə qədər qazanc? Təxminən belə deyək də, biz qoyduğumuz 120 mini biz, 60 min də Ruslan, 180 min manat gəliri 6 ay ərzində biz oradan qazandıq. Ruslan bəy həmin vaxtda 60 min manat pul. Bəli, 60 götürdü. 60 min qazandı. O pul qoymayıb axı. Biz qoyduğumuz pulu götürdü. Ruslan qoymadığı pulu götürdü. 60 min manat. Götürdü. Ondan sonra Ruslan dedi ki, bəs bizdən tələb edirlər başqa filiallar. Dedim Ruslan, tez deyil. Həm də şəhərlə biz qoyduğumuz pulu indi götürmüşük. Bunu bir yatırım eləmək üçün də məntiq lazım. Dedi ki, yox, biz böyüməyimizə çox gecikdirərsiniz, belə elə. O bir şey ortaqla da qərar gəldi ki, yox, o Ruslanın ürəyici olsun, eləyər. Buradan keçində təsəvvürdən bu obyekti gördük. Obyekt yəsinə danışdıq, gəldik bu obyektdə baxış keçirəndə o birisi şəriklə Ruslanın arasında ziddiyyətlər yarandı ki, o birisi şərik dedi ki, bəs yenə sobanı Ruslan qoysun.
Açıq formada bildirim ki, Ruslan o vaxt demiş ki, gələcəkdə 10 dənə filialımız olsa, mən ancaq qazanca şəriyəm. Mən yatırım üçün pul qoymayacağam. Mən də bunu şəxsən özüm deyirəm, bunu belə qəbulləmişdim. Yəni işlərin idarə etməsi Ruslan bəy. Bəli, onun üzərindədir. Biz sadəcə olaraq yatırım edirik ki, biz şəxsiyə gətirdik, pul xərclədik, işlədən Ruslan idi, qazancda 30-30-30 bölməli idi. Ziyan da olanda, yəni Ruslan normalda olsaydı, Ruslana aidiyyət yox idi. O da bizim üstümüzdə idi. Şəriklik dərəcəsinə bax. Nəysə, bu yoldaşla bunun arasında ziddiyyət yarananda Ruslan deyir ki, mən sənə şərik olmuram. Dedim, Ruslan, biz bir iş görmüşük, adam risk eləyib, pul qoyub, başa düşdüm, bugün qazanıb. Amma yəni bunu Allah götürməz. Dedi, yox, mən qərarımı vermişəm. Dedim, bəs yaxşı, nə eləyək, kimlə şərik olaq? Dedi ki, dedim ki, mənim dostum var, onu təklif edək. Dedi, yox. Dedim, o da sənin dostlar, dedi, yox. Dedim, kim? Dedi ki, obyekt kim ki bizə Eldəniz Mustafayev 28 obyekti o bizə tapmışdı, makler kimi. Ki, onu təklif edir. Dedim, mən Eldənizlə aramda ziddiyyətləri var, obyektin 28-dəki obyektin ərsəyə gəlməsindən müəyyən söz-söhbətlərimiz olmuş. Dedim, adamla o qədər də ünsiyyətim yox. Dedim, mən zəif vuracam. Zəif vurdu, adamın yatdığı yerdən, yuxudan durğuzdu, çağırdı, gətirdi. Adama təklif elədi ki, bəs 28-də o bir ortağı çıxartmaq üçün pul verməliyik, bir başqa obyekt görmüşük. Dedi, yaxşı, o gördüyünüz obyektdən nə qədər pul xərcləmək lazım? Ruslan, məndə o da var, 116 min manat təxminən quru bir rəqəm çıxartmış ki, bu şeylər lazımdır. Mən nefsəsin mənə payıma düşür 55 min, uzağı 60 min, 60 min də o razılaşdı. Biz ondan aldıq pulu, yola saldıq ortağı, oradan da hala müəyyən məbləğini Ruslanla biz böldük. Çünki biz neçə o qiymətə dəyərləndirmişdik və o qiymətdə verən adam var idi. Sadəcə Ruslanın ürəyici olsun deyə Eldənizə təklif elədik. Eldəniz də gəldi, otdu, dedi, bax Ruslan, indən belə sən cismin Ruslanla qalacaq, sənin adın üçümüzündür. Biz bunu gələcəkdə ölkə xaricində də çıxarda bilərik. Biz yəni bunu böyütməliyik. Yəni mən burada qazanc üçün gəlmirəm. Əsas odur ki, biz işimizi böyüdək. Bu formada razılaşdıq, başladıq. Gəldik bura, pul qoyduq, gəldi noyabrın 8-in açılışa qədər hesabladı ki, 205 min manat pul qoymuşuq. 102.500 manat mən, 102.500 manat da Eldəniz. Oradan da 20 min manatı müəyyən ödənişlər vardı, qabaqsada onlar ödəmişdi. Ruslanın düşüncəsində deyirəm, 185 min manat polisdə də özü var ki, 185 min manat buranın təmir xərci, ərsiyə gəlməyin Eldənizdən mən xərcləmişim. Bir dənə Ruslan, bəli, həmin vaxt deyir ki, mənim də düşlər deməli, çorbada duzum olsun deyə planşet, kompüter falan bu şeyləri 700-800 manat dəyərdə səhv eləmirəmsə öz dediyi, dedim, problem yoxdur. Heç olmasa onda sən köməklik elə. Qalan gördüyünüz hər şeyi biz pulunu vermişik Məhəmmədə, özü də təsdiqləyər, Ruslana, öz ifadəsində də var. Bundan sonra buranın işi başladıq, dekabrın təxminən 10-u falan otduq, biz hesabat eləməyə dedilər ki, biz 5 min manat ziyandayıq. Əsla, birində 12 min manat dedilər. Dedim, mən mümkün deyil, o tərəfdə qazanc var, bu tərəfdə bu qədər ziyan, bu obyekt 35 min ziyan eləmək ki, istədik. Ruslan dedim, mənim üçün məntiqlidir. Dedim, belə çıxır ki, sən gələn ögət deyəsən ki, 25 min ziyan var. Bu o demək ki, məntiqli olmalıdır bu. Dedi, onu aydıq keçirdi. Biz də aydıq dediyimizi biraz çox geniş danışmayacağım. Müəyyən mühasibatlıqlara müraciət elədik. Konsantik şirkətlərine. Gəldilər, sayım elədilər, apardılar. Yığdım, nə oldu qardaş? Dedi ki, bəs buradan heç nə başa düşənmir. Çünki yazıda ət 10 kilo hardan alınıb, neçə alınıb bəlli deyil. Onun kimi başqa digər qaymələr var. Ruslanla burada oturmuşduq, bir də yığdım. Dedim, qardaş, nə ilə bitirə bildin? Dedi, yox. Dedim ki, onda bizim sənədləri qaytar, biz başqa yerimizə ölçək. Gəldik, bir başqa nəfər tapdıq. Ruslanı da gətirdim, oturdum, dedim, Ruslan, özün suallar ver, özün qərar ver. Ağlın kəsilsə, bu adamla davam edir. Təki bizim işimizi toparlasın. Həmin xanım da gəldi, sayım elədi. Sayımda bəlli oldu ki, bizə 20 min ambar qalığı deyilən rəqəm 12.500 manatdır. Dedi, Ruslan, niyə belədir? Dedi, insan faktıdır. Əlimiz dəyib, kompüterə 2 dəfə basılıb, 5 ədədi 500 düşüb, ona görə şişibdir. Dedim, elə şey olar. Nəsə, onun üstündən keçdik. Dedi, eyb yox, olar. Dedi, işimizi xəttində davam edir. Ondan sonra başladıq, yenə yoxlamalar, gəldi, çıxdı mart ayının sonuna. Biz də Eldənizlə bir qəpik pul götürmürük həmən ərəfədə. Ruslandan soruşdu, nə qədər pul götürsün? Dedi, 38.500 manat. Dedim, Ruslan, xeyir olar. Sən ayda 2.000 manat pul xərcləsən, 3 ay, 4 ay, 5 ay 10.000 manat yedi. Dedi, şəxsi ehtiyaclarım üçün lazımdır, nişan edilən, toy edilən. Dedi, problem yox. Olsun, amma ta pula dəymə. Başa düşdün, böyük sənin odadır. İstədiyi vaxt yiyib çəksən, amma dəymə də bu üçümüzün puludur. Apreldən sonra biz də aprel, may, iyun, iyula Eldənizdə hərəmizə 5.000 manat Ruslandan pul aldıq ki, qazanc olaraq. Hələ bilmirik qazancımız nə qədərdir. Dedi, bizdə götürək ki, bizim də öhdəlik var. Mən də kredi götürmüşəm. Eldəniz də qarajın evini satmışdı, həmən ərəfədə gətirib pul qoymuşdu. Çünki nəzərdə tutduğumuzdan çox pul xərclənmişdik.
İlahi Ruslanla görüşəndə Ruslan dedi ki, biz məlumat aldıq ki, Ruslan gedib 28-də arxa küçədə Mərkəz Şabab adında restoranda şərik olub. Biz Ruslan çağırdı, dedi Ruslan, bu qəbul olunmaz bir faktordur. Qardaş, sən bizdən ortaqsan, arxa küçədə gedib reklam edirsən ki, ay millət, gəlin burada kebab yeyin. Bu qəbul olunan deyil axı. Çünki siz başqa iş görəndə məndən soruşsunuz. Dedi, biz səndən asılı deyil, amma sən bir formada bizdən asılı, çünki biz sən yatırım eləmişik. Dedi, 11 şahadiyyat yoxdur, mən özüm bilərəm nə edirəm. Dedi, belə davam eləməz də, düz eləmişsə, gəl imtina elə oradan. Hətta Əhmədli Labizyan edirsə belə, 28-də qazanc var, gəl oturaq 28-də işlədən, üçümüz, eyni qaydada. Dedi, yox, mən ya ümumiyyətlə ora gəlməyəcəm, siz gedin işlədin. Ya da ki, mən maliyyə də məndə olacaq, hər şey idarəçilik məndə olacaq, hər şey məndə olacaq. Dedi ki, yox, biz də ona razı deyilik. Ondan sonra bizim aramızda başladı gərginlik. Həmən vaxt Ruslan mənə qrupa yazdı ki, bəs böyün tapın 2 dənə, biznes mənim adımdan çıxsın. Baxın, burada da yazılır. Sonra da taq edir ki, Orucov Hüseyin, 2 böyün tap mənim adımdan çıxsın biznes. Düzdür? Heç kim bunun əlindən zorla eşini almır ki, baxın. Sonra bizim görüşlərimiz oldu, orada Eldanizlə bunların arasında biraz ziddiyyətlər yarandı. Ruslan etiraf elədi ki, mən 65 mindən yuxarı pul götürmüşəm. Dedik, bəs biz 20-20 götürmüşük, sən niyə 65-dən yuxarı götürübsən? Kifayət qədər artıq məbləğdir. Şəxsi ehtiyaclarımızı götürüb xərcləmişəm. Dedik, orada belə olmaz. Sizin bu dediklərinizlə bağlı dəliliniz var? Bəli. Yəni, bəyin söylədiyi kimi. Ben danışdım, onunla bağlı bir qısa söz deyəcəm, çox uzatmadım. Ben Yox. Çox danışma sevəndim. Yox, mən danışmalıyım ki, o ictimaiyyət də bilsin ki, buyurun, qulaq asın. Zaten ne kadar peki 61'miş. 65 yuxarı. Bizden pek hesap edin. Ben bu kadar kaçını aldım. Bu 3 ay 4 ay bundan qabaq olan prosesdir. Hə. Bundan sonra Ruslan özü təklif elədi ki, bəs böyünü dəyişək, dedim narahat olma. 2 gün sonra böyünü dəyişməklə bağlı görüşümüz olanda La Ligada dedi ki, yox. Mən belə bir qərara gəldim, pasiv ortaqlıq işbirliyimiz olacaq. Dedik, nədir o? Dedi ki, obyektə gəlib getməyəsiniz, böyün mənim adımda qalacaq. Mən də götürdüyüm pulu hesablayacağam. Məhəmməd də orada iştirak edir, üçümüz idik. Mən onu hesablayacağam, sizə deyəcəm nə qədər pul götürəcəm. Dedim, bəlkə sən gəlib mənə deyəsən ki, 66.500 götürmüşəm. Bu real deyil axı. Mən hesabatımda sən burada qat-qat çox pul götürübsən. Dedi, o sənin şəxsi fikrindir. Mən sənə deyəcəm, istəyəsə inanırsa, istəyəsə inanmazsa. Dedim, onda mən haqqım çatışım, mən sabah verirəm məhkəməyə, məhkəmədə bir aydınlaşdırım. Dedi ki, hara versən ver. Dedi, yox. Biz gəldik Narmovroya polis idarəsinə müraciət etdilər. Narmovroya polis idarəsinə gətirdilər, izahatını aldılar, biz də dəvət etdilər. Vəkili biz otduq, araşdırma apardılar. Orada da etiraf elədi ki, bəli, bu dediyim qaydada hamısı bəli, etiraf elədi. Orada da işi indi hal-hazırda veriblər istintaq material kimi araşdırılır. Hə. Bundan da sonra qardaş, biz Ruslan gəldi 28-dəki obyekti mənə dedi ki, bəs böyünü dəyişək, vergiyə görə kifayət düşək. Dedim, problem yoxdur, eləyək. Həmin ərəfədə gəldik, imtina elədi, notariusda mənlə icarə müqaviləsi bağlandı. Çıxanda Ruslan gəldi, sabah günü mənə dedi ki, səndən bir işim var. Dedim, gəl. Bir qırıl pub var, mənim dostumun Yasamallı parkından üzü bölür. Gəldi, oraya otduq. Məhəmməddir, sonra da ki, Mərkəz Şababda olan şəriydi, Ruslandı mənə. Otduq. Ruslan qayıtdı ki, mən yoxam. Mən adımı götürüb gedirəm. Dedim, Ruslan, necə adımı götürüb gedirəm? Bəs mən pul qoymuşam, sənə inanmışam. Dedi, yox, Eldaniz demirdim, mən işlədəcəm. Eldaniz də dəfələn demiş ki, Ruslan, əgər sən kababda otursansa, dur qırağa, mən işlədim. Gətirib öz cibimdən reklam edeyim. Bəhrəsi olarsa, götürərəm pulumu. Olmazsa, yenə də halal xoşuz olsun. Mənə pul da lazımdır. Dedi, yox, mən konseptimə uyğun deyil. Nəysə, bu söhbət olanda dedi ki, sən də ged Eldanizə denə ki, demirdi, işlədəcəm. Get payı razılaş, payı sat ona, mən çıxıram. Mən gedirəm, arxa küçədə pizza açam, Mərkəz Şababda. Dedim, Ruslan, bunu Allah götürməz, belə eləmə. Dedi, yox, qardaş, mən ona hər şey gözləyirəm, o mənə düşməndir, belə elə. Dedim, yox. Gəldim Eldanizdən görüşdüm. Dedim, Eldaniz, vəziyyət budur. Dedi, Hüseyin, gedir, xoş geçsin. Ad qoymayıb bir dənə, adı götürsün, geçsin, problem yoxdur. Sən də qoyduğun pulu, hər bir qismini müəyyən eləyər, razılaşıq, mən də sənin payı alım. Dedim, çox gözəl. Dedi ki, yolunda gedək, biz obyekti təhvil götürək. Gəldik bura, həmən o yaydığı çəkiliş günü, obyekt sahibi də buradadır, yuxarıdadır. Oturduq otaqda. Eldaniz orada deyir ki, Ruslan, bunu Allah götürməz, sən düz eləmirsən, mən əziyyətlə pul qazanmışam, əlim belə göstərir. Bunu hamısını,
O da ürəyindən əvvələ keçdi. Mən də çəksən qırağa ki, ondan da bir 2 ay qabaq bizim söz-söhbət olanda narazılığı oldu, apardılar xəstəxanaya. Dedim, ürəyin tutacaq, qalarsa yerdə, eləmə. Çəkdi qırağa. O da istər-istəməz emosionallaşdı, obyekt yasına doğru dedi ki, bax, mən bəlindən pul qazanmışım, bu deyir ki, hər şey mənimdir, bu formada belə elə. Obyekt sahibi də şahiddir. O da hətta keçən dəfə bu paylaşma görə dedi ki, iradını bildirmiş. Çıxdıq. Bu bununla bağlı götdü, baş polis tərəfindən müraciət etdi ki, Eldəniz məni ölümlə hədəliyib. Getdik, Eldəniz icraatını aldılar. Eldəniz qardaş, bizim iş polisdə araşdırılır. Mən də bunu heç nə hədələməmişəm. Yəni burada da heç göndərdiyi videoda da səs yoxdur ümumiyyətlə. Hər də ki, şahidlər var. Yəni orada hamı, orada olan hamı şahid ki, orada elə bir söhbət olmuyor. Hansı dövrdür? Kimsə hədələsin. Çıxdıq, Ruslan dedi ki, mənə 3-5 gün vaxt verin, bəs təhvil təslim üçün. Dedik, yaxşı. Həmin dövrdə bütün alver hamısı bura gəldi. Eyni zamanda da işçilər başlarlar ki, bizim maaşımı verin. Dedik, vallahi, Ruslan işlədib, bizə də bir qəp pul verməyib, gedin Ruslandan tələb eləyin. Xeyir desə Ruslan götürüb, ziyansa da Ruslan edib. Bizə aidiyyəti yoxdur. Ondan sonra bir neçə işçi getdi 34-cü polis bölməsinə səfərləmişə müraciət edibdi. Bir neçəsi bayaq mən bura girəndə də gəldilər, pul dedim, valla pul mənə aid deyil, Ruslana aid olan məsələdir. Hə, yəni bundan da sonra bizim videomuzu yaydı ki, güya biz bunu ölümlə hədələmişik, güya biz bunu ailəsini məhv eləməklə hədələmişik. Halbuki biz hüquqi dövlətdə yaşayırıq, heç kimə ümumiyyətlə belə əlini vura bilməz, çünki hamısının öz qayda qanunu var. Ondan da sonra mənim öz şəxsi, mənim və Eldənizin Neymanın işgüzar nüfuzuna xələl gəlib, dəfələrlə bizə zəhlər gəlib, bizdə də narahatsızlıq var, qohumda, əqrəbada, ailəmizdə hamısı narahatdır ki, bu nə söz-söhbətdir. Həqiqətdə də işin əslini bilən adam çox narahat olur ki, yəni siz haqlı ola, necə olur ki, bu ictimaiyyətdə siz belə haqsız vəziyyətə düşürsünüz? Yəni biz də bundan çox narahatıq. Onu çox gözəl oldu ki, siz gəldiniz, işıqlandırdınız. Mən çox təşəkkür edirəm, minnətdaram. Qaldı ki, Ruslanın tələblərinə ki, burada nələrimsə var. Onu Neyman icarəçi olaraq Neymandır. Neyman da özü razılaşmışlar ki, nələri götür. Mən biləni götürübdür. O şeyləri açığım mən həmin vaxtı burada da olmadım. Onlarda nələri varsa da bir dənə obyekt yasının məndə olan məlumat görə tələbi olub ki, işıq puludur, kommunal ümumiyyətlə ödənişlər obyektə görə ödənilsin, təhvil onsuz da verilibdir, icara müqaviləsi dəyişilibdir. Onun da burada nəm dediyi kompüterdirsə, kompüteri onu 300-500 manat onun dəyərində olan şeylərdir. Heç kimə onun kompüterdə lazım deyil. Buyurun, Hüseyin. Mən Hüseyin kimi uzun zad danışma sevən deyiləm. Hüseyinlə Eldəniz yalanlarla dolu bir dünya yaradıblar üzərində və danışdığı sözün əksəriyyəti yalandır. Mən hamısını sübut elədim, düzdür? Bu dəqiqə saxla. İndi deyilən yalandır belə. Bu məhkəmə preqmentidir. Preqmenti yox, predmentidir. Predmenti olsun ya. Predmenti olsun. Sən özün hüquqşünas olmusan, vaxtında. Vaxtı yox, mən indi hüquqşünasam. Mən ünsiyyətdə olmaq istəmirəm. Nə var danışsınız? Bir dənə telefon danışmalıyım. Danışsın, nə danışır? Yəni bu məsələ otur. Məhkəmə predmentidir. Telefonla danışmalıyım. Bu belə deyək, yalanlarla dolu Hüseynlə Eldəniz yalanlarla dolu dünya yaradıqları üzərində və bu şəkildə bir daha müdaxilə eləmədən zəhmət olmasa. Əgər bu məsələnin məhkəmə hüquqi müstəvisində biz daşıyacağıq, mən və yaxud da bunlar daşıyacaq, burada mənim də özüm əsas o görüntülər deyil, müəyyən şey deyil. Mənə gəldiklər hər də qorxu ilə bağlı səs yazıları məndə də var, müəyyən şeylər məndə də var. Və mən də bunu lazım şəkildə məhkəmə məsələsini mən də sizə göstərə bilərdim, amma göstərməyə ehtiyac yoxdur ki, bu məhkəmə məsələsidir. Mən də orada müəyyən şəkildə, misal mənim dostum var, dostuma zəng edib, mənim necə şantaj elədiyini dostuma bildirib, sabahlarım o da şahidlik eləyəcək. Yəni bu məsələlər, müəyyən də başqa görüntüləri var. Yəni bunları mən girmirəm, mən əsas tələbim, yəni burada gəlməkdən məqsədim, əsas tələbim, Mehdizadə Neyman sonradan söhbətə Eldəniz tərəfindən ortaq deyib salınan bir şəxs, heç bir tanımadığım halda, heç bir adəti olmadığı halda məsələyə ortaq deyib salınıb. Mən hədə qorxular gəlinəndən sonra, mən obyekti buraxandan sonra hədə qorxu ilə bağlı. Varımdır. Bu çıxan göstərdim, mən necə göstərdim? Lazım şəkildə çıxardım. Lazım bir çıxaq göstərdim, mən necə göstərdim? Sən etrafın var ki, pul atıb götürmüşəm. Və yaxud da ki, özün deyibsən, müraciət etsən, böyünü mənim adından çıxardır, biznes mənim adından çıxarsın. Mən necə sübut eləmsə, mən də onunla bağlı, ondan qabaq gəldiyimə hədə onu yazmamışdan qabaq mənə, o məsələ qrupa yazmamışdan qabaq mənə gəldi hədə qorxularla bağlı. Həmin sözün şeyləri var. Sən nə desən belə, qardaş, mən faktiki
olaraq sübut edirəm ki, sənin özdə burada yazışman var. Mən də Biz burada sübutum var da. şey Mən də açmamışıq. yazışmam var. Var da, göstər də. Sən də məndən necə hədə qorxu Var gəldi. göstər, var da, göstər də. Göstərəcəm də dedim, Göstər mən də, bu var da. günlərin burada patrul bura yaxınlaşmağın səbəbi, mən şəxsi əşyalarıma əl çatdım. Mən möhrümə müsadə qoydum. Hər halda ki, biz bütün açıqlama veririksə, sən də göstər ki, mən sən harda sədə qorxu gəlmişəm, göstər də, mən necə göstərəm? Mən də gəlib bu məhkəmə müraciət edəcəm. Xüsusilə Mən o günlər sən məhkəmədə şey zənginlər edəcəm. idi. Necə kəlmə deyə bilərsən? Nə desən? Nə dedi? Başa Onunla bağlı görüntünü biz səs yazısını sonra çıxardarıq. Yox, indi göstər də, var Nə sən dedi? də göstər də. Yox da, nə dedi Yox, sən? var necə göstər də. Üzr istəyirəm. Sübut demir, quru göstərsin də sizə. Sizlə gəlmir, sizə inanmır. Mən necə göstərim? Mən sübutun birini göstərmişəm şeydə. Yerdə qaldı O istifadə sübutun səssiz video yayıb, səssiz video kimsə ehtimal edir. Onun cəzasını məhkəmədə onsuz da araşdırılacaq. Haqlısanmı, haqsızsanmı, xüsusilə qaydasında məhkəmədə araşdırma Bu edəcək. söhbəti başqa yöndə sən. Mən heç sən nə aparır. bilmirəm. Mən tələbim burada şəxsi əşyalarımdır. Nədir? Möhrümdür, şəxsi sənədlərimdir, dosyalarımdır, Hardadır şəxsi bu konturlarımdır, sobalarımdır. Sobalarımdır. Sobalarının yox. Soba deyilən bir şey. Harda sübutun var ki, Özün bir yaxlam özün etiraf Xeyr, edir. sən sobanı orada qoysan, onu qazandın götürürsən. Onun Sən də buranı qazandın götürürsən, sən də buranı buraxın. Xeyr, hazır. Mən heç bir Səbədə şey var. deməmişəm. Sən Çox mənə gözəl deyirsən, bilirsən. Mən də Neyman Mehdizadə. Özü bura obyekt sahibinin yanında deyib. Mənim 28-ə açılanda o vaxt soba qoymuşam, heç onda biz şərik olmamışıq. Hüseyin Onu şərik. qazancını Orada qat-qat Eldəniz götürüb. 98-in verəndə 17.500 manat özündən Bəli. pul götürüb, özü etiraf edib, etiraflar var. Burada da Onun olan pulunu qat-qat alıb. avadanlıqlar. Bunların pulunu alıb kompüter deyib. O gün özü deyib ki, mən burada qazanc götürüb almışam. Bu obyekti alaraq, mən içində olaraq almışam. Möhrüdür, verirəm. Amma möhrü niyə vermirəm? Obyekt sahibi mənə deyib ki, onun orada şəxsi, məsələn, möhrü var, sənədi var. Bu obyektin Kanun obyekt borcları olaraq- var. Deyir mənə təhvil verəndə obyekt Akkaznoy verir. Məsələn, mən obyekti Akkaz edim ticari müqavilə. Mənlə bağlama baxa bilərsiniz. Ticari müqaviləsində obyekt sahibi mənə deyir ki, 1500 man, 1495 manat işıq pulu var, qaz pulu var, su pulu var. Ödəsin ver. Və Ruslanın burada olduğu halda bilmirəm, fövqəladə təyin edib yanğın olub burada. 4000 nə qədər xərci var. Demirəm ki, o var düzəltdir. Obyekt sahibi mənə deyir ki, Neyman düzəltdir, amma o pullar ödənilsin. Pullar ödəsin. Mənə Çox heç bir borclar sənəd verir, verməm, Səməndər borc müəllim. yoxdur. Çox İşlər borclar oturub, bir var, də çox. istiyak demirəm yaxınlaşdan. Xanımlar utanır, kasıb oğlandır. Afisant işləyir, 600 manat deyib maaş alır. 3 ayda maaşı vermir. Mənim işçim deyirəm, Rustanın işçiləri mən demişəm. Heç kimin çörəyinə bahis olmuram. Kim işləmək istəyir? Qalsın Polisə işləsin. müraciət edirlər. 15-20 nəfər 3 aylıq maaş qalıb. Şirkətlərin əlindən bezmişəm. Gələn deyib, gəlir bura, mənim deyirəm, Buranın. Rustanındır. Amma öz şəxsi deyib ki, keçən gündə bu dedi. 10 gün açıq bunun belə deməyi nədir? Mən o gün burada dedi ki, obyekt açıq qalsın, mən böyünü çıxana qədər işləsin. Niyə? Bu da razılaşdı. Pul yesin. Dedi səhər gəlib açacağım, Dedim, axşam sən bağlayacağım. axşam Dedi bağla. açarı Dedim, ver mənə. Açarı ver mənə. Bəlkə nəsə oğurlayacaq, nəsə yandıracaq, nəsə kompüterdə gəldi, sənəd çıxartmağa icazə vermədi. Niyə? Bəlkə virus salacaq kompüterə. Bəlkə çöşdürəcək proqramı. Mən də dedim ki, gəl, mənim mühasibatım buradadır. Gəlsin mənim mühasibatım. Hansı sənədi sən çıxartsın versin. Möhrü istəyirsən, ödə pulu, bu obyekt sahibi var. Samir müəllim, yığ. Deyir Samir müəllim, mən ödəmişəm, bütün möhrü də götür. Mənə ehtiyac deyil. Bu deyirsən Sami mənim tələbidir də. Obyekt Sami mənim deyirsən. Mən də Deyirsən onu ki, Sami öyrəndim. mənim deyib ki, Kamala xərci verməmiş. Bir 50 dəfə oldu. Yəni Sami mənim götür. Neyman sözü yox, Sami mənim deyib ki, əgər Kamala xidmətləri ödəməzsə, ödəməmiş, möhür götürməyə icazə vermir. Elə bir söz Səni yox. məhv eləyərəm. Sən möhrü götür. Dedim öldürəsən, indi yox. İndi götür. Görsə də bilərəm, səsim, bu nətər yazmağı bundan öyrənmişəm, mən həyatda yazmamışam. WhatsApp-dan zəifləndə bir gen dedim aşağı vurdum. 4-5 gün bundan qabaq. Mən dedim indi öldürəsən və heç bir vəkilin sübutum var. Göstər. Heç bir vəkilin hüququ Göstər. deyil ki, gecə saat 12-də mənə gəlsin obyektimə. yox, Vəkil sən məhkəməyə gedəmə. gedə bilər. Səhv deyirəm. Vəkili gəldi, dedi Ruslan, obyekt Neymanındır. Dedim mən burayı işlədəcəm. Dedi bə açar məndə qalsın. Dedi bə Neyman bəlkə zəhər qatar. Dedim zəhər qatar. Sənin işçində çöldə qalsın, mənim işçimdə. Bir nəfər axıran qoyaq, 3 günə, 4 günə çıxart buranı. Dedi istəmirəm açar ver. Niyə açar istəyir? Nəsə bir şey eləmək istəyir ki, açar istəyir də. Mən də bu biznesi nəyimisə satıb almışam. Mən niyə məhv edim biznesimi? Yanğın oldu, bəlkə yanğını bu eləmişdi. Elektrikin üstünə getdi, orada siqaret atıb. Bəlkə sən eləmişdin. Mən öz obyektimə həyatı boyu yandırmaram. Sən yalan vaxtı mənim obyektim idi. Yalan vaxtı mənim obyektim idi. Sənin obyektin deyil. 28-də səs var. Obyektə təhvil verəndə deyir, burayı yandıracam. Sonra deyir ki, mən qabları deyirəm yandıracam. Sumkayı deyir yandıracam. Mən şərik olduğum, aldığım obyekt sən yandıra bilərsən. Kimsə yandıra bilər obyekti.
Obyektin içində bir dənə stulu, bir dənə kağızı yandırmaq olar. Və nəyə görə də yandıraram? Fakt sübutla gətirsin, qoysun. Bu deyil, mənim sübutum var, mənim fakt var, həm dövlətim var, qanunum var. Addan istifadə eləmək deyil. Mən demişəm, mənim cənab nazirim var. Polisə müraciət cənab nazir vilayət müəllimi var. Kasıbın, küsubun haqqın arxasındadır. Mən o demişəm, bu gün də deyirəm. Kimsə gedib canım verəcək, əlinə sizdə pul qazanacaq, gətirəcək, bura yatırım edəcək. Kimsə o yatırımı məhv edə bilməz. Mən də deyirəm, bu deyil. İctimaiyyətdə, mən maraqlı olan ki, İctimaiyyətdə bir sual yaranmalı ki, necə olur ki, bütün ortaqlarla bu insan problem yaşayır, bu haqlıdır, o necə olur, mənə çox maraqlıdır. Siz bir insanla 5 dəfələ eyni halda mübahisə eləsəz, siz öz haqqını görə bilərsiniz. Deməli, sizdə problem var da. Bir ortaq pis oldu, iki ortaq pis oldu, iki ortaq pis oldu, dörd ortaq pis oldu. Hamı pis oldu, bir Ruslan düz oldu. Bu dəqiqə öldürməyəcəm. O başlanğıcın qoydu. Başlanğıcdan qoyuram. Başlanğıcdan qoyuram. Mən hər şey qoyuram. Deyirəm, Neyman, mən əsəbləşdim. Deyirəm, mən məsələn öldürəcəksən. Yəni, çox belə şeydir. Yəni. Onun başlanğıcı. Yəni burada qalsa bu söhbət çox uzun. Bizim o qədər söhbətlərimiz olub ki. Demir möhürüm var, möhürü hardadır? Qardaş, gətirin möhürünü verin. Demir kompüterim var. Kompüteri yoxdur. Bilmirəm, nəyi varsa da, burada şəxsi əşkə dediyi nəsə varsa, gəlsin götürsün. Bizə belə sizə heç kimin heç nəyə lazım deyil. Qaldı ki, kommunal borclara, kommunal borclar onsuz da bəllidir ki, ödənişini eləsin. Kommunal borcları var. Azər İşıqı çağırmışam, İşıq bax. Məhəmməd buradaydı, gəlib. Məhəmməd pulu ödəməmiş, 1200-dür, bir də bugün günə qədər 1495-dir, özü buradaydı. Çağırdım, gəldilər. Noyabrın üzrə, noyabrın 1-dən, noyabrın 10-u 28-də təhvil verib, 12-si də buranı. 12 gün ərzində 55.000 manat bunun hesabına pul gəlir. Nə bir işçiyə maaş verir, nə firmaya pul ödəyir. Yəni bundan hamısı da klopsda vardır. Hamısı sübutla var ki, bir işçiyə maaş vermək üçün mən kompüterlərimi əl çatmaq istəyirəm, imkan yaratmırlar. Üz görsənməsin. Mənim bir Allah şahiddir ki, Allahıma and olsun ki, adını bilmirəm nədir. Adını bilmirəm, amma tanımıram bunu. Neçə ayda maaş almısan? 3 ay yaxını maaş almısan. Allahım olsun tanımıram ha. Nə? Afisant işləyirsən. Bəs yaxşı, bir ay maaşı verməyəndə çıxardın, 2 ay verməyəndə çıxardın. Niyə 3 ay gözləyirdin? Gözləyirdi ki, yəni deyirlər, yaxın zamanda həll olunacaq, o yüzdən tədbir hörmətə görə qalır. Bir deyil əməldə, bir neçə nəfər çağıra bilərəm. Deyirlər, söz Amma tanımıram, bax. Bir Allah şahid ki, tanımıram. Allah bizi şərdən, böhtandan qorusun, Allah. Yəni, bu üçün yenə deyirəm, işığı, suyu, qazı, gəlsin bura, o gün Məhəmməd nə dedim sənə? Demədim ödəməlidir. Ödəsinlər, mən demirəm, mənə möhür də lazım deyil, bir şey də lazım deyil. Götürsün, geçsin, mənə ehtiyac yoxdur. Otağa niyə buraxmıram? Mən burada olmayan vaxtı gəliblər, keçiblər içəri, işçi qoymuşdum burada nəzarətə. Deyim, Məhəmməd gəlir, mühasibət gəlir, içəri keçir, demişəm, olmaz. Niyə? Kompüterə nəsə verir, bir belə quruluq bu. Bir dənə kompüterə virus salsa, format versə, lazımdır mənə, yox. Ona görə də, yenə deyirəm, deyir, sənə görə maaşı vermirəm, mühasibət buradadır. Hansı sənət istəyir, vaxtsınlar çıxasınlar. Maaşı verə bilmir, qalx yuxarı Məhəmməd, qalx. Hansı sənət istəyirsiniz, mühasibədə çıxatsın, versin. Notebook da lazımdır. Notebook sizin deyil, notebook Əhmədli filialının notebookudur. Yaxşı. Kompüterdə demişlər sənə görə maaş verilmiş, sən verilməli. Gedək proqramla vur, A4 da var, hər şey də var. Printerdən çıxsın, aparıb kasıb küsbü maaşını ver. Şirkətin borcunu ver, onun mənə dəxli. Yəni onun üçün mənə notebook lazımdır. Verirsən notebookumu, şəxsi notebookumu verirsən mənə. Şəxsi deyil. Sən keçən gün dedin ki... Yaxşı, sən bura olduğunu sübut edə bilirsən, sən şəxsidir. Yəni, bura olduğunu sübut edə bilirsən. Sənə şəxsi sübut edə verim. Ta ki, bu obyektdə hər bir şey alınması, hamısı mənim üzərimdə olur. Hər bir şey məndə olur. Yox, pulun kim verib? Sən pulunu məhkəmədə Nə gözəl, bu günləri mənim şəxsi möhürümü belə sən vermirsən. Yəni, bu öz başlanığı, dələduzluğun, öz başlanığı, əl qoymağın, obyekti çökməyin. Şəxsi möhür demirsən. Bir dənə möhür. Mən sənə sözüm, bir dənə möhür demirsən. Obyekt kimindir, mənim deyil. Kimin də obyekti? Obyekt təkədir. Yaxşı. Çəkiliş zamanı şikayətçi Mehdi Ruslan Nizami oğluna məxsus Bay Ruslan Pizza fiziki şəxs möhrünün obyekt sahibi Samir bəy tərəfindən saxlanıldığı iddia edildi. İddiaya əsasən obyekt sahibi bildirib ki, Mehdi Ruslan obyekti təhvil versə də kommunal borclar ödənilmədiyi üçün möhür müvəqqəti olaraq obyektdə saxlanılır və borclar tam ödənildikdən sonra geri qaytarılacaq. Məsələnin dəqiqləşdirilməsi üçün Patrolas tərəfindən Samir bəy ilə əlaqə saxlanılır. O açıqlamasında möhrün heç kəs tərəfindən mənimsənilmədiyini, Mehdi Ruslan
Ruslanın isə obyekti təhvil verərkən kommunal borclara görə borclu qaldığını bildirib. Samir bəy həmçinin Mehdi Ruslanın keçmiş şərikləri Orucov Hüseyn Əzizoğlu və Mustafayev Eldəniz Yusifoğlu ilə birlikdə sosial şəbəkələrdə yayımlanan görüntülərə də münasibət bildirib. Mehdi Ruslanın paylaşdığı videoda onun da olduğu, yəni hadisədə iştirak etdiyi görünür. Onun sözlərinə görə həmin videoda iddia olunduğu kimi Mehdi Ruslana qarşı ölümlə hədə-qorxu olmayıb. Samir bəy vurğulayıb ki, görüntülərə diqqətlə baxıldıqda Mustafayev Eldəniz Yusifoğlunun əsəb gərginliyindən əllərinin əsdiyi açıq görünür və bu halın hədə-qorxu kimi təqdim edilməsi doğru deyil. Günay Salayeva, Patrul, AS.